Salam uşaqlar. Nəyə baxırsınız? Oy, özünüzə baxırsınız. Salam dostlar. Salam dostlar. Necəsiniz? Bugün mənim prensesimin doğum günüdür. 8 yaşında olur. Bəli. Bugün həm 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Həm mənim prensesimin doğum günüdür, həm də atasının doğum günüdür. İkinizi də təbrik edirəm. Sizi çox sevirəm. Canım mən. İndi deməli bugün nə olacaq? Bizim evimizə qonaqlar gələcək. Əsmər xanım gələcək. Qonaqlarımız olacaq deməli. Görək bugün Zeynəb xanımın doğum günü partisi olacaq. Zeynəb xanım necə gözəl geyinmisiniz Zeynəb xanım? Üstündəki qızın şəklinə bax. Saçlarına bax, saçlarında tokalara bax. Barbie yazın. Baxın. Tokalar. Sən də istəyirlər yaptın. Evet. Əllərinə də lak qoyub qurmağın gözləyir. Göstər lakları. Göyə qaldır əlləri göyə. Bir qırmızı. Bir pəmbe. Əslində pəmbə deyil, o mor idi qızım. Evet. Yaxşı dostlar, vlogumuzun davamı gələcək. Hələ çəkilişlərimiz olacaq. Hə, dostlar, deməli bugün Zeynəbin ad günü olduğunu demişdik. İndi bugün bizim qonağımız var. Qonağımız Əsmər xanımdır. Əsmər xanım, xoş gəlmisiniz. Deməli, Əsmər xanım, sənin də bayramını təbrik edirik. Bugün Qadınlar Günüdür axı, qızlar, Qadınlar Günüdür. İndi deməli dostlar, Yusifin Əsmərlə Zeynəbə hədiyyəsi var. Əsmərin Zeynəbə hədiyyəsi var. Zeynəbin Əsmərə hədiyyəsi var. O üçün hədiyyələşmə günüdür də bu günləri. Deməli, hər kəs hədiyyəsini götürsün. Zeynəb də işlər. Yusif, durasan bəlkə. Aha, indi deməli, siz qızlar bir-birinizə verin. Ay, sağ. Qucaqlaşın. Maçı eləyin. Aha, indi Yusif gəlir qızlara vermək. Qızlar siz durun yanaşın. Ay, qucaqlar, üçünüz də qucaqlaşın. Ay Allah, bunları qurban olaram mən. Aha, indi oturun, açın. Hədiyyələr açın, görək nə var. Bir şey yoxdur. Yusifə hədiyyə yoxdur dostlar. Yusifə hədiyyə yoxdur. Saat demək Zeynəb Əsmərə saat alıb. Aha, saat alıb. Aha. İndi Zeynəb hədiyyəsini açır. Qoy Zeynəb açsın birinci, sonra da Əsmər sən aç. Gözlə. Bu da baş var. Açabilir. Yaxşı, qoy açım. Aha, hədiyyəni aç Zeynəb. Mən şokoladını asla ama asla. Nədir bu? Bu şokoladdır. Bu şokolad deyil, pozan olar. Bilmirəm, buna da içinə baxmadım. Sadıqdır. Aha, geçeyim broşkaları alıp sonra Verirsin. rezinkaları Barbie, sonra Oo, burada bir rezinler. Bunlar mənim elədiyim stikerlər. Bunun içinde ne var? Başka onun içində baxın. Bunun içine aç Zeynep. Bunun içində şey də var idi. Hayır, bu şey. Ne oxşursun? Demin koy içinde kalsın geçeyim. Ya bunun içində bir daha bir şey də var idi. Ona ne baxdı deyə. Değil. Yuxarı çıxdı bu uşaq. Uşağın yüzü də var idi. Değil kızım aç bunu aç. Bəlkə bu içinə qoyubsan. Aa souvenir sen hoşladığından Zeynep. Altının şeyi de var. Böyle koş. Konofkası. Nəsə qalıb deyə. Aa konofkası böyle var. Böyle kar küresi. Kar küresi değiller ya buna. Nəsə var içində. Kar küresi giyşenekli. Anne Əsmər hədiyyəsini açır. Birinci bunu oxuyaq nə yazır? Hə. Gözəl Fatma Əsmər, sən 8 Mart Beynəlxalq Qadınlar Günü Münasibəti ilə. təbrik edirəm. Hörmətlə Yusuf. Aha, Yusufun hədiyyəsi. Gözləyib. Əsmər deyir ki, üzüyü almayı unutmuşam. Heç nə olmaz. Maymələ deyilir, üzüyü. Əsmər hədiyyəsini açsın dostlar. Bakalım. Annesidən qutu var bunun içində. Mən də çimdirəm, mən də. Yox, qoy Əsmər açsın. Onun içində bir dənə qutu var.
vurarsan. Kaşık. Kaşıklıdır. Aç. Önüme de çevirim. Ha, aç, sən də aç. Zeynəb də açır. Zeynəb nə yazmışdı? Dən oxuyaq. Deməli. Gözəl bacım Zeynəb, səni 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti təbrik edirəm. Hörmətlə Yusif. Sen hansılan el şeyi yapmışsın. Saçlar nerede? Bunda ne kadar bant var ola? Şaka mı? Sen düşün. Aha. Dostlar. Nədir bu belə? Hediyesini atsın. Fincan, qaşıqlı. Əsmərinki də fincan. Deyən Əsmər, bunun qatması var. Deyən, bunu çıxart, belə içindən çıxart. Çıxart. Açılır, açılır. Onu ben atabilirim. Gaytı getireyim bir tane dostlar. Aha, bax, Əsmər, fincan o bir üzündə göstər. Bəzəkli üzün. Ay, sağ ol. Fincan. Xoşunuza gəldi, qızlar? Yusufun hədiyəsi xoşunuza gəldi. Yusufun hədiyəsi xoşunuza gəldi, qızlar? Bəli. Esmer Allah senin hediyesini. Hə, Zeynəbin hədiyəsini də al. Bunu atır. Aa bu böyle patlıyor. Hə, bu belə pırt-pırt eləyir. Belə. Aa, bu nasıl hediye? Atılmıyor. Deyə, üzük burada, Əsmər. Kalmıyor. Tax, qızım, elə. Balaca barmağa. Ay, sağ ol, o da oradadır. Abi çok kötü. Hadi arabaları çıkartalım. Ben kırmızı seviyorum diye esmer var. Çıkartalım. Şokolad da o. Məncə o şokolad deyil. Aç görək, qızım, aç. Aç görək o nədir. Mendil. Baxın. Mendil. Hə, sulu mendil. Saxla, qızım. Aslında tamam koyma. Sulu salfetka, hə. Kuru mendil. Al gel Öyle. bak. Bu esmerkine değil. Hə, o belə. Qoy bir dəqiqə taxaq. Qızlara qolunuzu göstərin. Ben İkisində dostlar ben 2 tane takmışım. eyni saat oldu. Yaxşı, dostlar, vlogun davamı gələcək hələ. Neyinirsiniz, qızlar? Salam. Pijama partisine başlayacağız. Yok artık. Ne pijama partisi? Doğum günü partisi olar. Doğum günü partisi. Pijama Burada çekiyoruz değil mi? Evet. Evet çocuklar. Arkadaşlar. Ne yapıyorsunuz? Evet Hadi arkadaşlar. 10 bəklar çəkdik də. 10 bəklar çəkdik bunu. İndi siz ne edirsiniz? Onu mənə çatdırın. Haydi. Ne pişirirsiniz kızlar? Göbekli. Masada oturmak için bir şeylerimiz var. Siz ne edirsiniz oğlanlar? PUBG oynuyorlar. Böyle. Çikolata bastı biraz. Misafirlərinizi oturdun. Misafirimiz bir. Misafir orada otursa stoldan əsər əlamət qalmayacaq. Yok. Bak. Öyle mi? Bunlar oturmaya da tıklatırsa. Güzel kapıyorsa şuradan benim de tabağımı hazırlamaya. Evet, meyve tabağı çok. Diğer meyvelerimiz nerede kanka? Şöyle neydi Allah? Oh, vallahi elimden düştük. Meyve tabağı mı o? Evet. Aa, balon kaldı. Ben niye yere atıyorum? Hemen yok. Yomuz gelir, yaz gelir. Evet, kökelerimiz. Diğer kökelerimiz de var. Pişti mi? Sen tutardı. Dondurmamız da. Arkadaşlar kış dondurma istiyorlar bizden. Dondurmanın da vaktine az qalıb. Vay gelmesin az kaldı. Ben ay gününe soyup. Aprel gəlir hələ. Aktivite bir soyayım mı? Aha. Say. Esma dondurma koydun değil mi sen de? Ne? Dondurma koydun. Geç şurada. Dondurmayı da
Öyle mi? Ne yaptın acaba? Makarna. Wow, spagetti eləmişsən. Və sonun ketçupu hanı? Ketçup. Mən ketçupla sevirəm. Ha, bax böyle. Ay diğer meyveler buradaymış kanka. Diğer meyveler de tuzu niye buraya? Ay tuzu yere. Tekrar kanka yalan. Ne kanka? Sen niye benim her şeyi götürüyorsun? Bak sinir oluyorum ha. Kışkırtma mı yapıyorsun acaba Esmer'e? Bugün 1 Nisan. 1 Nisan falan değil, 8 Mart. Görürsen. Acaba ben Zeynep'in elediği yemeği yerim tek sen. Ben işine bakacağım sana. Ben size yapacağım. Ne yapalım bu? Bunu ben ele bakayım, sözüne yapacağım. Hazır yapacağım. Arkadaşlar şu an yalan söylüyor. Niye arkadaşım? Aa dur sana ben çare git. Dur 2 dakika canım. Ne yaptın kız? Sihir. Zehir mi katıyorsun? Al yemeği. Ay yemeğimi yiyeyim ben. Arkadaşlar ye bakalım, ye bakalım. Al sen ye, al sen ye. Ay sen de ben yerim, sen ye. Yok ben tokum. Hem ben orsluyum kanka. Sen yesin. Orsluyum. Ben de orsluyum. Dur, mən yiyeyim bari, mən yiyeyim. Az önce sen ortada. Bayıldım. Aa! Gittim ben. Ne yaptınız bana? Bana ne yaptınız? Ya onu Ne yaptınız Zeynep'e bana? vermiş. Nasıl yaparsın O bunu? yaptı. Ben yapmadım, Zeynep'e vermiştim. Zeynep xanımın əmisi gəlib. Gel benim atam. Bəli, Əsmər xanımın atasıdır. Tabii şeyler güzel. Gel. Yetersiniz. Küçük de. Siz oyuna davam edin. Bizə misafirləri qarşılayaq, çocuklar. Bir yapsam. Amin inşallah. Amin, sen de gel dur yanda. Gel, gel dur yanda. Sen de at gününde. Bibiyi de çağırın da. Mama gel, mama gel. Mama, kes. Sen yok. Allah xoşbəxt eləsin Zeynəb balamızı. Bəxtini gözəl eləsin. Sağ üfür. Alqış edin. Ha. Bura baxın. Uşaqlar, bura baxın. Şəkil çəkim Əsmər. Zeynep. Bura baxın. Yusif. Baxın. Aferin.